Sizə belə bir sual verim. Təsəvvür eləyin ki, masanızın üzərində çox qədim, yəni dünyanın ən qarışıq və mürəkkəb xəritəsi var. Aha, vizuallaşdırdımı? Və əsrlərdir alimlər, krallar, tədqiqatçılar bu xəritəyə baxıb, orada qlobal miqyaslı bir sirr axtarırlar. Nə bilim, gizli xəzinələr, imperiyaların süqutu, dünyanın sonu, yəni xəritədəki hər bir cızıq, hər bir simvol fərqli bir apokaliptik məna daşıyır. Düzdür, yəni insan psixologiyası həmişə o böyük epik hekayəni görməyə meyillidir. Biz xaotik məlumatların içində bəşəriyyətin taleyinə dair nəhəng şablonlar axtarırıq. Çünki qlobal sirlər həm qorxuducu olur, həm də cəzb edici olur. Dəqiq. Amma baxın, düz bu nöqtədə siz o tarixi xəritəyə biraz da yaxından baxırsınız, əlinizi xəritənin yanına qoyursunuz və qəflətən donub qalırsınız. Niyə? Nə baş verir? Çünki fərqinə varırsınız ki, o qədim xəritədəki mürəkkəb cığırlar, dağlar, çaylar əslində tam olaraq sizin öz əlinizin içindəki həyat xəttinizin eynisidir. Oho, bu çox maraqlı bir dönüşdür. Elədir. Yəni bütün o qlobal sirlər, əsrlər boyu axtarılan o böyük peyğəmbərliklər sanki birbaşa sizin şəxsi bioqrafiyanızdan bəhs edir. Doğulduğunuz şəhərdən, ananızın adından, evinizin yanından axan çaydan. Təsəvvür edirsiniz bunu. Bütün dünyanın taleyini oxumağa çalışdığın yerdə mərkəzdə bir fərd olaraq özünü tapmaq. Bu, yəni sadəcə mətni oxumaq deyil, o mətnin içinə hopmaqdır. İnsanın qlobal miqyasda öz yerini anlamaq cəhdinin bəlkə də ən ekstremal formasıdır bu. Məhz elə buna görə də bugünkü dərin təhlilimizdə əlimizdəki mənbələr məhz bu cür bir, necə deyərlər, xəritə ətrafında qurulub. Bizim qarşımızda iki fərqli, lakin bir-birinə heyrətamiz tellərlə bağlanan sənət var. Aha. Bir tərəfdə 1998-ci ildə Rusiyada Dmitri və Nadejda Zima tərəfindən yazılmış, şifrəsi açılmış Nostradamus kitabı dayanır. Onlar iddia edirlər ki, o məşhur 16-cı əsr kəhanətlərini elmi və xronoloji yollarla deşifrə ediblər. Bəli, Zimaların kitabı o dövrdə kifayət qədər səs-küy yaratmışdı. Digər tərəfdə isə, baxın, bu lap maraqlıdır. 2002-ci ildə Azərbaycandan, Bakıdan Vahid Rizayev adlı bir şəxs tərəfindən məhz bu kitabın müəlliflərinə, yəni Zimalara göndərilmiş qeyri-adi bir məktub var. Yəni, Nostradamus'un qeydləri onsuz da kifayət qədər dumanlıdır, bilirsiniz. O, mətnlərini Katrin adlanan 4 sətirlik şeirlər şəklində yazıb. Özü də köhnə fransız dilində, arasına Yunan və Latın sözləri qataraq. Tam bir tapmaca. Dəqiq. Bu Katrinləri də Sinchui adlandırdığı yüzlüklər halında qruplaşdırıb. Ortada konkret heç nə yoxdur, hər şey simvollarla örtülüb. Zimalar bu simvolları sındırmaq üçün illərini sərf ediblər. Vahid Rizayevin məktubu isə bu deşifrenin ortasına tamamilə fərqli bir ölçü gətirir. Və bugünkü müzakirəmizin mərkəzində dayanan əsas missiya da elə budur. Vahid Rizayev Nostradamus'un bu 500 illik şifrələrini necə çözüb? O, qlobal peyğəmbərlikləri öz fəlsəfəsi və xüsusən də şəxsi həyatı ilə necə bir araya gətirib? Dinləyicilərimiz üçün ən maraqlı detalları aydınlaşdırmağa çalışacağı bugün. Həqiqətən də çox iddialı bir yanaşmadır, yəni qlobalı lokala, hətta fərdə indirmək. Gəlin məktubun elə ilk sətirlərinə baxaq. Rizayev Zimalara yazır ki, mən sizin kitabınızı oxudum və fərqinə vardım ki, Nostradamus'un 1-ci Senturi, 1-ci Katreni. Yəni, o nəhəng toplusunun ən birinci dörtlüyü. Bəli, düz. 1-ci dörtlüyü birbaşa mənə aiddir. O izah edir ki, onun vahid adı tək yeganə mənası daşıyır və dərhal da coğrafi koordinatları Nostradamus'un mətni ilə eyniləşdirir. Bildirir ki, Naxçıvanda Araz çayı kənarında böyüyüb, düzdür? Aha, tam olaraq belə yazır. Bu çox iddialı başlanğıcdır. Çünki Nostradamus'da konkret adlar və ya yerlər nadir hallarda tam aydın olur. Rizayev isə o dumanlı ifadələri götürüb xüsusi bir məntiq zənciri ilə bilavasitə öz həyatına bağlayır. Baxın, bu məntiq zənciri necə işləyir? Bu çox maraqlıdır. Nostradamus'un qeydlərində belə bir cümlə var. Deyir ki, ən böyük fustas Zara limanından yola çıxacaq. Fustas köynə dildə yüngül gəmi növüdür, bunu qeyd edək. Bəli. Rizayev isə məktubunda yazır ki, Zara əslində Xəzər dənizidir. Məntiqə baxın, yəni Zara Xəzər sırf fonetik oxşarlıq axtarır. Aha, səsləşmə üzərindən gedir. Əlaqələndirir. Yəqin ki, Türkiyə ilə bağlı bir şeydir. Bəli.
O bunu Naxçıvanın Türkiyə ilə olan o kiçik, yəni cəmi 11 kilometrlik sərhədi ilə əlaqələndirir. İzahı da odur ki, Türkiyə tarixi Bizans ərazisidir. Bilirsiniz, elmi ədəbiyyatda buna apofeniya deyilir. Apofeniya, o nədir tam olaraq? Yəni, insan beyninin bir-biri ilə əlaqəsi olmayan, tamamilə təsadüfi məlumatlar arasında mənalı qanun-uyğunluqlar görməyə meyilli olmasıdır. Beynimiz xaosu sevmir, ona görə naxışlar axtarır. Amma Rızayevin yanaşması sadəcə sadə bir apofeniya deyil, yəni bu çox sistemli bir konstruksiyadır. O, anasının adına qədər hər şeyi bu sistemə daxil edir. Bax, o hissə məni ən çox təəccübləndirən məqamdır. Rızayev qeyd edir ki, anasının adı Əminədir, Nostradamus'un dilində Emenet deyən. Maraqlı fonetik uyğunlaşdırmadır yenə. Dedi. Və ardınca yazır ki, anasının ikinci nikahından dünyaya gəlib. Nostradamus'un başqa bir mətnində ikinci ifadəsi keçir və mütəxəssislər, yəni zimatristlar da daxil olmaqla, bunu qədim Yunan tarixçisi Plutarxın Likurgun həyatı əsərinə istinad kimi yozurlar. Aha, klassik şərhlərdə adətən belədir. İndi Rızayev bu nöqtəni necə birləşdirir, baxın. Likurg Sparta qanunvericisi olub və o, kralın ikinci oğluydu. Böyük qardaşı öləndən sonra taxta çıxmışdı. Rızayev məktubunda deyir ki, baxın, Likurg da ikinci övladı idi. Nostradamus'un ikinci deyə bəhs etdiyi şəxs mənəm. Çünki mən də anamın ikinci evliliyindənəm. Vay, bu doğrudan da böyük sıçrayışdır. Yəni, aradakı bu assosiativ sıçrayışın böyüklüyünə fikir verin də, Antik Yunanıstan, 16-cı əsr Fransa kəhanəti və 20-ci əsr Azərbaycanında bir ailənin bioqrafiyası. Məhz burada biz kəhanətlərin əsl gücünü və ya mexanizmini görürük. Necə yəni? Kəhanət bəlli bir gələcəyə diktə etmir. O, insanlara özlərini tapmaları üçün böyük, boş bir çərçivə təqdim edir. Yəni, Rızayevin etdiyi şey, 16-cı əsrdə yazılmış bir neçə dumanlı cümləni konkret bir ailənin bioqrafiyasına endirməkdir. O, qlobal tarixi öz şəxsi hekayəsinə tabe edir. Bu, psixoloji baxımdan çox güclü bir mövqedir. Bəs yaxşı, əgər Rızayev bu qədər dəqiq, bu qədər inamlı bir bioqrafik uyğunluq iddia edirsə, dərhal adamın ağlına növbəti sual gəlir. Adi bir insan Nostradamus'un əsrlərdir sındırıla bilməyən şifrələrini özünə necə tətbiq edir? Yəni bu arxayınlıq, bu kainat miqyaslı bilik hardan gəlir? Çox haqlı sualdır. Adi bir tədqiqatçı cəsarəti deyil bu. Düzdür. Və o, zimalara göndərdiyi məktubun ikinci hissəsində məhz bu mənbəni açır. O deyir ki, mən tərcüməçi və ya tarixçi deyiləm. O tamam başqa, çox daha böyük bir iddia ilə çıxış edir. Bəli, mənbələrə görə o, fəlsəfəsinin mənbəyi kimi özünün yazdığı kitabları göstərir. 1999-cu ildə Bakıda 600 nüsxə ilə çap olunan Yaranış kitabı və ardınca 2000-ci ildə qardaşı Fikirlə birgə yazdığı Yaranış haqqında söhbət kitabı. Kitabların məzmunu həqiqətən qeyri-adidir. O məktubda zimalara yazır ki, mənim kitablarımda UFO'lar, kainatda həyat olan 6 planet, qara deliklər, cırtdan ulduzlar, zəlzələlərin yaranma mexanizmləri, hətta kainatın ellipsoid forması haqqında izahlar var. Yəni sadəcə mistik yox, açıq şəkildə kosmoloji və astrofiziki bir mənzərə cızır. Tamamilə. Ən əsası isə işıq zərrələri adlandırdığı bir konseptdir. O izah edir ki, bu zərrələr sadəcə fiziki fotonlar deyil. Bunlar yaradanın işığının bütün kainata yayılan, yəni materiyanın yaradan məlumat daşıyıcılarıdır. İnformasiya daşıyıcısı kimi yəni. Bəli. Bu nə deməkdir əslində? Yəni o, 20-ci əsrin astrofizikasını götürüb, onu ilahi bir yaradılış fəlsəfəsi ilə birləşdirir. Bax, məsələnin nüvəsi də elə budur. Rızayev deyir ki, bu məlumatlar onun şəxsi təxəyyülü deyil. Yəni, Yaranış kitabında hansısa uydurma personaj, fantastika yoxdur. O iddia edir ki, 1972-ci ildən bəri bu biliklər ona birbaşa əbədi yaradan tərəfindən göndərilib. 1972-ci ildən bəri. Uzun müddətdir. Elədir. Yəni, kainatın quruluşuna dair həm maddi, həm də mənəvi mexanizmlər ona yuxarıdan, belə deyək, işıq zərrələri vasitəsilə verilib. Siz indi böyük mənzərəni görürsünüz. Dinləyicilərimiz də yəqin ki, bu bağlantını tutdular. Rızayev Nostradamus'u sadəcə hansısa köhnə lüğət vasitəsilə deşifrə etmir. Yox, tamamilə fərqli bir şeydir. O deyir ki, Nostradamus'a 1500-cü illərdə o kəhanətləri yazdıran qüvvə, o informasiya mənbəyi nə idisə, eyni mənbə 1972-ci ildən bəri mənimlə də eyni dildə danışır.
Biz fərqli əsrlərdə yaşasaq da eyni kosmik tezlikdəyik. Mükəmməl ifadə etdiniz, eyni kosmik tezlik. Yəni o, özünü oxucu və ya sadəcə tədqiqatçı kimi yox, bilavasitə o böyük ilahi planın davamçısı kimi konumlandırır. Bu, klassik dinlərdən fərqli bir yanaşmadır. O, ənənəvi şərhləri və ya kilsə ənənələrini rədd edir. Rzayev yazır ki, mən maddə aləmdəyəm, lakin maddə aləmdən deyiləm. Çox dərin sözdür. Bəli. Və o, xüsusilə vurğulayır ki, onun yazdığı bu öncəgörmələr falçılıq filan deyil, onun fəlsəfəsində falçılıq mexanizmi kainatda ümumiyyətlə mövcud deyil. Var olan şey yalnız yaradandan gələn informasiyadır. Bu, olduqca rasional görünməyə çalışan bir mistikadır, elmlə dini birləşdirmək cəhdidir. Aha, Rzayevin bu cür qlobal kosmik Wi-Fi bağlantısı var. Bəs gəlin baxaq görək, bu iddialar Moskvadakı zimalların reallığı ilə necə toqquşur? Gəlin zimallara qaydaq. Axı, zimallar peyğəmbər deyillər. Yəni, onlar illərlə Nostradamusun mətnləri üzərində riyazi, xronoloji şifrələmə üsulları axtaran, kilisə tarixinə dərindən bələd olan tədqiqatçılardır. Zimalların kitabı da kilisəyə qarşı çox sərt bir ittihamnamədir əslində. Onların gəldiyi əsas nəticə nədir? Zimallar Nostradamusun qeydlərində tapdıqları şifrələrə əsasən iddia edirlər ki, xristian kilisəsi və ümumiyyətlə mövcud dini institutlar əsl mənəviyyatı, yəni diri ruhu itiriblər. Diri ruh. Bəli. Onlar hesab edirlər ki, kilisə dini rituallarla, o etiraf otaqları ilə, şam satışı ilə ticari bir quruma çevrilib. Və zimalların deşifrəsinə görə Nostradamus bunu minilliyin ən böyük oğruluğu adlandırır. Ruhani inkişafın yerini bürokratiya və kilisə qorxusu tutub. Və zimaların deşifrəsinə görə Nostradamus belə bir qaranlıq dövrdə yeni bir qurtuluş dalğasının yaranacağını müjdələyir, düzdür? Elədir. İşin ən maraqlı tərəfi odur ki, zimalar bu yeni dalğanı birbaşa tarixi zərdüştürklə bağlayırlar. Niyə? Çünki onlar şifrələrin içində bəzi açar sözlər tapırlar. Məsələn, Avesta, Midiya təbəsi, Zara limanı, Hermes kimi. Zimalar deyir ki, gələcəyin fəlsəfəsi ehkamlara deyil, məhz zərdüş zəkasına, insan iradəsinə və sevgiyə əsaslanacaq. Bu, insanı qula çevirməyən bir sistem olmalıdır. Yəni, dini doqmalardan azad iradəyə əsaslanan bir oyanış. Bir dəqiqə, dayan. Gəl biraz bu nöqtənin üzərində dayanaq. Çünki mənbələri oxuyanda beynimdə çox böyük bir siqnal yandı və əminəm ki, bizi dinləyənlər də hazırda eyni şeyi düşünür. Nədir o siqnal? Tarixlərə diqqət yetirək, gəlin. Zimalar bu nəzəriyyəni, yəni bu açar sözləri, Midiya, Zərdüşt, Zara 1998-ci ildə çap etdikləri o məşhur kitabda ortaya atırlar. Bəli, xronologiya belədir. Vahid Rzayev isə zimalara o uzun məktubunu düz 4 il sonra, 2002-ci ildə yazır. Və o məktubda iddia edir ki, mənim əcdadlarım Avestaya görə Midiya təbəəsidir, Zara elə mənim yanımda olan Xəzər dənizidir. Aha. Bu sənə çox şübhəli gəlmir. Rzayev sadəcə zimaların kitabını oxuyub, onların hazırladığı xüsusi qəlibləri götürüb və böyük bir ustalıqla öz həyat hekayəsinə yapışdırmayıb ki. Yəni, bəlkə də bu sadəcə çox ağıllı bir kəhanət plagiatıdır. Açığı, bu otaqdakı ən böyük fil, ən böyük sual işarəsidir və sizin şübhəniz tamamilə haqlıdır. Yəni, xronoloji ardıcıllığa baxanda 98-ci ildə kitab çıxır, 2002-ci ildə məktub yazılır. Bunun məqsədyönlü şəkildə formalaşdırılmış bir təqdimat olduğunu düşünməmək çətindir, düzü. Düzdür. Yəni, çox uyğun gəlir. Çox güman ki, Rzayev zimalaların zərdüştülük və Midiya üzərində qurduqları konsepsiyanı oxuyanda özünün Azərbaycan coğrafiyasındakı kökləri ilə mükəmməl bir bəhanə, bir uyğunluq tapıb. Lakin baxın, məsələnin ən dərin və heyrətamiz tərəfi bunun sadəcə plagiat olub-olmamasında deyil. Bəs nədədir? İstər şuurlu kopyalama olsun, istərsə də səmimi bir inanc, ortada çox güclü bir konsepsual vəhdət var. Hər iki tərəf, həm o riyazi hesablamalar aparan tədqiqatçı zimalar, həm də mistik Vahid Rzayev eyni fəlsəfə ehtiyacı bölüşürlər. Hansı ehtiyacı? İnsanın kör-körana itaat edən qul olmamasına ehtiyacını. Hər ikisi deyir ki, insan kainatın idarə edici işıq zərrələri ilə, zəka ilə əlaqə qura bilən aktiv bir varlıqdır. Onlar dini doqmadan qaçıb, elmi və mənəvi harmoniyaya sığınırlar.
Rızayevin bu şablonları bu qədər inamla necə mənimsəməsi psixoloji cəhətdən fantastik bir haldır, açığı. Doğrudan da, yəni o qəlbi elə geyinir ki, sanki əvvəldən məhz onun üçün tikilib. Amma məni ən çox heyrətləndirən detal başqadır. İki fərqli dünya görüşü var. Dediyiniz kimi konseptual oxşarlıqlar var. Amma hər iki mənbəni bir-birinə mismarlayan çox konkret, çox qəti bir zaman kəsişməsi mövcuddur. İki fərqli xətt zaman oxunda eyni ildə toqquşur. Siz yəqin ki, gələcəyin xronikasından bəhs edirsiniz. Tam olaraq ondan. Zimalar Nostradamusun qeydlərindən çox spesifik bir xronologiya çıxarıblar. Bəli, onlar hesablayıblar ki, 1999-cu ilin ortalarında dünya səhnəsində yeni bir qüvvə, bəşəriyyəti birləşdirəcək yeni bir mənəvi dalğa meydana çıxmalıdır. Bu təqvimə görə 2002-ci ildə dünya miqyasında qan seli pik həddə çatacaq, 2035-ci ildə isə insanlıq qızıl əsrə qədəm qoyacaq. Bütün bu nəzəriyyənin oxu məhz 1999-cu ilin üzərində fırlanır. Və indi dinləyicilər, gəlin Vahid Rızayevin məktubundakı o cümləyə qulaq asaq. O zimalara yazır. Mən uzun müddət sustum 1999-cu ilədək. Vay! O izah edir ki, 1972-ci ildən bəri ona ilahi məlumatlar gəlsə də, o bunu heç kimə deməyib. Amma məhz 1999-cu ildə öz təbirincə desək, qabaqcadan planlaşdırılmamış halda onun yaranış kitabı işıq üzü görür. Fikir verin, burada nə baş verir? Sözün bitdiyi yerdə. Zimalar Moskvada elmi tədqiqatlar aparıb, bütün dünyaya çar çəkirlər ki, Nostradamus deyir, 1999-cu ildə yeni bir missiya, yeni bir kitab və ya insan ortaya çıxacaq. Rızayev isə Bakıdan onlara cavab yazır ki, sizin o axtardığınız missiya, o kitab elə mənim yaranış kitabımdır. Çünki o da sizin dediyiniz kimi düz 1999-cu ildə çapdan çıxıb. Yəni bu nöqtə bizim kəhanətlərə ümumi baxış bucağımızı kökündən dəyişməlidir. Yəni doğrudanmı Nostradamus 1999-cu ili əvvəlcədən görmüşdü, yoxsa reallıq tamamilə daha fərqlidir? Sizcə reallıq nədir burada? Məncə kəhanətlər, xüsusən də bu cür məşhur və əsrlərlə oxunan mətnlər əslində katalizator rolunu oynayır. Zimalarlar üçün 1999-cu il deşifrə edilmiş bir hədəf idi, bəli. Rızayev üçün isə 1999-cu il ehtimal ki, bu kəhanətin bilavasitə psixoloji təzyiqi altında hərəkətə keçdiyi ildir. O, bəlkə də illərlə yazdığı qeydləri məhz Nostradamusun işarə etdiyi o mistik ildə kitaba çevirməyə qərar verir. Aha, yəni kəhanət özünü doğruldur əslində. Dəqiq. Gələcək kimsə tərəfindən passiv şəkildə yazılmır. Gələcək elə o peyğəmbərliklərin cızdığı xəritələrə inanaraq hərəkətə keçən insanların özü tərəfindən aktiv şəkildə formalaşdırılır. Bu dəhşətli dərəcədə maraqlı bir fikirdir. Yəni, Nostradamus 1999-cu ili təxmin etmədi, Nostradamus Rızayev kimi insanların məhz 1999-cu ildə addım atmasına, kitab çap etməsinə səbəb oldu. Bəli, bu özünü gerçəkləşdirən kəhanət mexanizmidir. Gəlin indi bütün bu xaosu və dərinliyi bir araya toplayaq, dəyərli dinləyicilər. Biz bugün əlimizdəki mənbələrdən nə öyrəndik? Biz gördük ki, Vahid Rızayev öz şəxsi bioqrafiyasını, Naxçıvandakı kiçik bir sərhəddi, anasının adını, Araz çayını, 16-cı əsrə aid o dumanlı fransız şeirlərini necə fövqəladə bir cəsarətlə bağlayıb. Və bunu sadəcə quru sözlərlə yox, bütöv bir fəlsəfi sistemlə edib. Elədir. Biz onun o işıq zərrələri fəlsəfəsini və zimaların kilsəyə qarşı qaldırdığı zərdüşt zəkası nəzəriyyəsini incələdik. Ən nəhayətində isə hər ikisinin gəlib 1999-cu ildə necə eyni nöqtədə, eyni tarixdə toqquşduğunu gördük. Siz bu detallara baxanda bir daha anlayırsınız ki, insan beyni məlumatı sadəcə passiv qəbul etmir. Onu öz mərkəzində olduğu, özünün baş rolda olduğu bir kainat senarisinə çevirir. Tamamilə fərqli metodlar olsa da, alt qatda eyni bir mənəvi ehtiyacdan doğur. Hansı ki, o qurtuluş ehtiyacıdır. Bəli, onlar dünyanın daha məntiqli, idarə olunan və nəhayətində o qurtuluşa, qızıl əsrə gedən bir yer olduğuna inanmaq istəyirlər. Və bu yolda hər hansı bir tarixi mətin, istər Nostradamus olsun, istər başqası, onlara ancaq bir alət, bir vasitə kimi xidmət edir. Bilirsiniz, bu təhlilin sonuna gələrkən, yəni bütün o kodlar, illər, coğrafiyalar və
İşıq zərrələri haqqında bu qədər danışdıqdan sonra istər-istəməz mənim ağlımda tək bir fəlsəfi sual qalır və sizi bilmirəm, amma mən bu sualı beynimdən heç cür çıxara bilmirəm. Nədir o sual? Görəsən peyğəmbərliklər doğrudan da gələcəkdə baş verəcək qlobal fəlakətləri və ya dəyişiklikləri xəbər vermək üçün yazılıb, yoxsa onlar əslində bəşəriyyətin şuur altına yerləşdirilmiş çox gizli bir psixoloji proqramdır. O, çox fərqli bir yanaşmadır. Yəni, təsəvvür eləyin də, bəlkə də o mətinlərin əsl məqsədi gələcəyi proqnozlaşdırmaq yox, əsrlər sonra Vahid Rzayev kimi, Zimalar kimi o mətinləri oxuyan insanların oyanmasına, ondan ilhamlanmasına və o gələcəyi öz əlləri ilə yaratmasına səbəb olmaqdır. Bəlkə də o qədim xəritə dünyadakı xəzinəni deyil, xəritəyə baxanın özünün kimliyini ortaya çıxarır. Bax, bunun üzərində düşünməyə mütləq dəyər. Növbəti müzakirəmizədək hər zaman axtarışda qalın.